Salam dostlar, mən Rəhim. Bugün sizlərə Euro Truck Simulator 2-ni Steam'dan necə almaq olar və necə online edib oynamaq olar onu göstərəcəm. İlk öncə Steam'a daxil oluruq. Mütləq Steam hesabımıza pul vurmalıyıq ki, oyunumuzu alaq. Bunun üçün Steam hesabımıza pul vurmaq üçün milli ön və emanat terminallarından, yəni vura bilərsiniz Steam hesabınıza. Euro Truck Simulator 2-nin qiyməti 599 rubuldur. Bu da bizim bundan 8 manat, 9 manat təxmin edir. Mən bu oyunu almışam. Mənim almağıma yəni ehtiyac yoxdur. Yəni bu oyunu alandan sonra bu oyun kütüphanəmizə düşür. Yəni burada download eləyir bura. Birbaşa kompüterinizə oyunu yüklədikdən sonra yükləmə işləmləri qutarandan sonra daxil oluruq hər hansı bir brauzerə. Buradan ets2mp.com bu sayta daxil olandan sonra buradan qeydiyyat bölməsinə, registr bölməsinə gəlirik və aşağıya salıb bu Steam iş şəkli olan hissəyə basıb bizi bura basanda bu bizi Steam hesabımıza yönləndirir və buradan bizim oturum açmamızı istəyir. Yəni mən bura daxil olmuram. Çünki mən almışam, yükləmişəm. Siz bura daxil olandan sonra burada sizin yəni oyunu alıb almadığınızı yoxlayır. Əgər alıbsınızsa təsdiqləyir və download linkini verir. Əgər almamısınızsa oyunu, yəni linki verməyəcək. Yəni online oynamaq üçün link verməlidir, onu verməyəcəkdir. Məndə verib, mən yükləmişəm. Onu yükləyəndən sonra da bu çıxır, yəni Euro Truck Simulator 2 multiplayer, yəni bu çıxır. Gördüyünüz kimi multiplayer. Yəni mən bir dəqiqə oyuna girsəm oynayacağam. Mən hazırda oynamıram. Çünki bunun videosu, oynayış videosu başqa bir gün çəkəcəm. Sağ olun, bəyəndiyinizsə. Əgər bəyəndinizsə like edin videonu, abunə olmağı unutmayın.